Herkese salamlar kızlar. Necəsiniz? Belə bir açılım eləyəcəm. Kimin rahatlığını əlindən almısınız? Məncə oturdum belə bir mövzu gəldi ağlıma. Yəqin ki kiməsə lazımdır bunu bilmək. Bu arada dekorasiyam dəyişmir çünki vaxtım yoxdur. Yalnız masamın tozunu alıram çünki pəncərənin yanındadır. Sürekli bilmirəm niyə səhərlər dururam, yəni masada o qədər toz olur ki, ona görə də hələ ki belə olacaq. Gəlin baxaq, kimin rahatlığını əlindən almışsınız. Görək kim çıxacaq açılıma. Kimdir bu şəxs? Qadın, kişi fərqi yoxdur, bəlkə ola bilər. Bir neçə dənə insan da çıxa bilər. Kimin rahatlığını əlindən almışsınız. Bilmədən. Oy kızlar. No, burada sizi seven bir kişi çıxır. Hansı ki bu sevgini sizə göstərmir. Və yaxud da sizdən soyuqdur. Ola bilər, məsəl üçün, tutağım ki, əgər bir yerdə işləyirsinizsə, o özünü elə aparacaq ki, siz qəti surətdə onun sizdən xoşladığını başa düşməyəsiniz. Bu adamın sizə qarşı inanılmaz dərəcəsində sevgi var. Yəni, amma sizdən nədənsə qorunur. Bu insan qorunmağa çalışır. Yəni belə bronjiletdədir, başa düşürsünüz, belə qoruyucu şeylər taxırları. Qorxur. İçində sizə qarşı oyanan o sevgi, o canlılıq. Baxın, adamın arxasında, ümumiyyətlə mən tarot, arakul qarışıq xoşlayıram. Bax, bu kaloda da arakul tərzdədir. Yəni bu adamın arxasında bir kraliyət kimi bir şey var da orada, belə zamaklardır. Onun içində inanılmaz bir dalğa oyanır. Bir çiçəklər açır. Elə bir hiss oyanır ki, əslində rahatlıq bir hissidir. Bir canlılıq, zənginlik bu da ola bilər. Amma nədənsə o bundan qorxur. Bax, sanki sizdən belə qorunmağa çalışır bu adam. Ona görə də o maksimal dərəcəsində sevgisini bildirmir, yəni bilmirsiniz. Bəlkə də hiss edirsiniz. O başqa məsələ. Amma məsəl üçün bunu sizə demir, gizlədir. Gəlin belə sual verim. Nəyə görə bu adam sizdən qorunur? Çünki siz onda, dilim də tutulur bu arada. Nəsə elə bir açılımdır. Çünki siz onda oyandırdığınız, bax bu, burada bilirsiniz necədir, adam çox sevincli olur sizi düşünəndə. O sevinç də onu qorxudur. Qəribə bir şəkildə, baxın, yaşcan böyük də olsa, nə bilim, fərqi yoxdur. Amma sanki bu adam belə göylərə uçur. Belə bilirsiniz, qəribə bir rengarenk olur. Görürsünüz, adamın məsələn tutduğu şarlar rengarenkdir. Qəribə bir huyu ortaya çıxır ki, hansı ki onu qorxudur. Deyir ki, ola bilməz, mən belə ola bilmərəm, yəni olmaz, mən yekə kişiyəm. Bu nədir? Sanki özünü kontrol eləyə bilmir bu kişi. Edə bilmir yəni. Bu adam nəsə seçim arasındadır. Bu kişi seçim arasındadır. Gəlin baxaq, bu kişi kimdir? Bu kişini biraz bizə önəmli faktorlarını desinlər ki, tam niyyət başa düşəsiniz. Başa düşürəm, yəni bir çox qızlar hissiyatı çox güclüdür. Ümumiyyətlə, qadın o elə bir varlıqdır, canlılıqdır ki, qadın
hissiyatı çox güclü olur hər bir qadının. Sadəcə bəzi qadınlar müəyyən bloklardan dolayı deyə bilər ki, ay yox, yəqin mənə elə gəldi. Yəni burada gəlin baxaq, önəmli faktorlar, bu adam kimdir, onun önəmli bir huyunu, nə bilim, hərəkət, nə deyim, yəni özü ilə bağlı önəmli bir şeylər desinlər ki, siz net başa düşəsiniz. Tak. Sizə qarşı tamam başa düşdüm də, amma bu adamla bağlı mənə önəmli bir şeylər nə desinlər. Yəni burada duyğularını danışırlar, amma mən bir dənə başqa kaloda götürüm. Yaxşı, gəlin arakulları götürək. Daha net baxaq, bu adam kimdir yəni? Necə birisidir? Necə tərzdə bir adamdır? Bu adam, mən belə deyə bilərəm, inanılmaz dərəcəsində çox yük daşıyır həyatında. Yəni, baxın, ola bilər valideynləri xəstə olsun, valideynlərinə baxmaq məcburiyyətindədir. Və yaxud da, məsəl üçün, ailədə bir tək pul qazanan budur. Yəni, hər şey bunun üstündədir. Məsələn, qardaş, bacı, qohum, əqrəbə, yəni xala, uşaqların, nə bilim, övlad, ailə, əgər ailəlidirsə, bilmirəm, indi kollektiv açılımı da hamımızda fərqli ola bilər. İndi baxacaq, yəni. Yəni, burada bu adam bu şeyi ata bilmir. Necə deyim, çox məsuliyyət daşıyır bu kişi. Yəni, belə bir alınıb ki, ailədə nədənsə bu adam, yəni, bəzi şeylər var ki, həyatından kəsib ata bilmir. Çox atvetственный ola bilər. Yəni, məsuliyyət daşımağı əslində bacaran birisidir. Yarı yolda buraxmaz. Əgər, məsəl üçün, evlənibsə, övladı varsa, o ömür boyu, əgər orada hər şey bütün qopubsa, heç bir şey artıq bir araya gəlmək gücündə deyilsə, o sonuna qədər o ailədə qalacaq. Çünki o düşünəcək ki, o övladlarım var, mən atayam və s. kimi. Yəni, pisdir, yaxşıdır, bir şey deyə bilmərik, əlbəttə ki. Amma burada belə bir faktorları var ki, bu adam yəni dözəcək. Nə olursa olsun, məsuliyyət daşıyıram və yaxud da məsələn, qardaşımdır, mən ona iş tapmalıyam, mən olmasam ona kim köməkli eləyəcək və yaxud da bacımdır. Məsələn, tutağım ki, bacısı işləmək istəmir, məsələn, 40 yaşı var. Genəldə belə tipajda insanların boynunda çox otururlar. Təbii ki, yəni valideynlərimiz xəstə ola bilər, yəni baxırıq, bu sözsüz, tartışılan bir şey deyil. Bu başqa məsələ. Biri də var ki, bəzən olur ki, yəni bacı durub işləyə bilər, özünü kəşf edə bilər. Bəli, əlbəttə ki, qardaş hardasa ona köməkli eləyir. Amma bəzən olur ki, bax, ən çox da ki, belə tipajda adamlar özlərini borclu biləndə, yəni burada ya xilas edici rolunda yaşaya bilər bu kişi ki, mən bütün ailəmi xilas etməliyəm, hər şey mənim üstümdədir. Hamı onun boynunda oturacaq, ondan istifadə eləyəcək. Yəni, belə olmalıymış kimi davam edirlər. Orada məsələ tutam ki, qardaşına iş tapa bilər, qardaşı gedib 3 gün işləyib, sonra deyə bilər ki, əşi işləmirəm, bezdim, sıxıldım, geri gələcək onun yanına, deyəcək, eybi yoxdur. Yəni, genəldə bax belə burğu deyirlər də, bax burğunun içində də dönür o adamlar. Burada bu kişi əslində nəyə ehtiyacı var? Biraz egoistliyə. Yəni mən də insanam, yetər artıq, hamı getsin, artıq öz həyatın çarəsinə qalsın. Bax, nədənsə mənə belə bir kişi obrazı gəlir önümə.
Burada deyə bilmərəm ki, çox gənc yaşlardadır, yox. Ola bilər həyatı, yəni 40, 35 ən gənc tərəfi, nə bilim maksimum 30, o da heç inanmıram. Yəni genəldə olğun birisidir. Belə. Başqa onunla önəmli. Burada o kişinin həyatında çox hadisələr təkrar olunur. Artıq bəlkə kainat ona 1350 dəfə eyni siqnalı atır, amma bu adam algılaya bilmir, başa düşmür. Sonra bu adam çox vernost, yəni Azərbaycanca nə deyirlər ona? Bir dəqiqə. Sadiq, yəni inanılmaz dərəcəsində sadiqdir. Dostları ilə sonuna qədər gedəcək. Yarı yolda həyatı boyunca buraxmaz, həyatı boyunca. Nə olursa olsun, gecə saat neçə olursa olsun, gedəcək. Hər zaman yanlarındadır, kim olursa olsun. Bu kişinin inanılmaz dərəcəsində küskünlüklə doludur. İndi baxacağım da kimə qarşı. Burada abidir. Yəni böyük ihtimal qadın dünyası ilə, ya qadın olub da həyatında, hansı ki onun həyatını döndərib və yaxud da ümumiyyətlə qadın dünyasına. Burada bilirsiniz, bu şəklə baxanda mən nə görürəm? Sanki bax, qadın ondan istifadə edib. Bax, görürsünüz, elə bir ki, genəldə baxın, xilas edicilər sonuç bu şəkildə olur. Onlar hər kəsi xilas edir, öz həyatını həsr eləyir. Amma sonra görəndə ki, insanlar dəyişmir, o deyəcək ki, mənim qədrimi bilmədilər, mən bütün həyatımı həsr etdim, kimsə mənə tac taxmadı başıma. Bu niyə baş verir? Bu insanın aşırı dərəcəsində sınıq egodan söhbət gedir. Yəni nadmenность, yəni гордыня. Гордыня hər zaman nikçomnostdir. Yəni egosu, гордыняsı yüksək olan insan ən sonunda parçalanır. Çünki xilas etmədə elə belədən o proqram olmur. Yəni xilas etmənin altında təsdiq axtarılır. Yəni mən bu həyata lazımam və onunla da onun egosu belə qalxır. Deyir ki, görsən necəsən super bir insansan, tutağım ki, kiməsə iş tapdı, ona dedilər Allah canını sağ eləsin, o da belə göylərə qalxır, enir, özünü böyük bir varlıq deyə zann edir. Pis deyil belə bir durum, amma sonuç burada nikçomnost olacaq. O insan nə zamansa yəni pis bir aynası ilə üzləşəcək. Yəni o egosunun altında olan o qorxularla üz-üzə gələcək və deyəcək ki, hər kəs pisdir, mən yaxşıyam. Ona görə də burada bir ton qadın dünyasına küskünlüyü var bu kişinin. Ya da ki, müəyyən bir qadına. İnanmıram ki, burada söhbət sizdən getsin. Onu da qeyd edeyim. Mənə elə gəlir ki, v целом bu kişini göstərirlər. Yəni bu adam ola bilər qadınlarla təbii ki, egosundan dolayı ona nəsə alardı, belə özünü göstərməyi xoşlayardı. Qadın da istifadə eləyib, yəni bunu belə olmalıymış kimi düşünərək sonuç məsələ çantasını götürüb çıxıb gedərdi. Deyərdi ki, halbuki bay, mən səndən daha yaxşısını tapdım, mən ərə gedirəm misal olaraq. O da orada oturardı, deyərdi, vay, necə olur? Burada treugolnik çıxır qızlar. Burada ola bilər ki, üçlü oyunlara çox girirdi bu kişi. Ya da ki, burada bu kişini hədsiz dərəcəsində qadınlar xoşlanır ondan. Nədənsə burada qadınlar savaşa girə bilər bir-biri ilə. Belə bir şey. Bu şəkli göstərə bilmirəm qızlar. Onu da qeyd edeyim. Dünən paylaşdığım əcdadlar haqqında video bloka salındı şəkillərə görə. Ona görə paylaşmıram ki, göstərmirəm ki, mən onu ancaq blokdan çıxartdım. Ona görə də qorxuram göstərəm. Yəni burada
qadınlar ondan ötürü savaşırdı. Bəlkə də hələ də elədi. Yəni o deyirdi mənimdir, bu deyirdi. Halbuki o qədər də istəmirdi. Yaxşı belə göstərim. Yəni sadəcə onun üzünü görəsiniz. Görürsünüz, adam burada hər qadın bir tərəfdən onu parçalayır. O deyir mənimdir, bu deyir mənimdir. Bu da baxır, deyir ki, nə baş verir, yəni mən nə sənin deyiləm, nə onun deyiləm, əl çəkin məndən. Bu kişinin enerjisi, burada seksual enerjisi çox yüksəkdir bu kişinin. Bu şəkli də göstərə bilmərəm qızlar. Yəni nədənsə onun belə bir çekici enerjisi var. Qızlar nədənsə onu görəndə ya tez onunla yatağa girmək istəyirlər, özlərini həlak edirlər. Belə bir enerjisi var bu kişinin. Nədənsə. Mövzumuz neydi, unuttum. Kimi rahatsız edirsiniz? Yani belə bir kişini rahatsız edirsiniz. Tamam, okey. Gəlin indi baxaq. Məsələ nədir? Məsələ nədir burada? Burada nə göstərilir? Bu kişi sizə çox dərin bir hisslər bəsləyir. Qəribə bir şəkildə sizi qısqana bilər. O qısqanclıq onu içdən yeyir, bitirir. Onu təbii ki sizə bildirmir. Məsələn, o sizə baxanda sizi həyat yoldaşı kimi görmək istəyər. Məsələn, tutalım ki, deyə bilər ki, kaş ki mənim belə bir həyat yoldaşım olar. Məhz bu cür qadınla bax, mən düşünmədən evlənərdim. Belə bir düşüncəsi var. Tamam, okey. Gəlin baxaq ondan. Sizin hansı bir özəlliyiniz var ki, o kişini belə, yəni hansı bir izyominka deyirlər də, yəni hansı bir nöqtəniz olub ki, onu belə başını ağlından alıb. Gəlin baxaq. Hansı bir huyunuz, hərəkətiniz, bəlkə nə, yəni ən çox nə cəlb edibdir bu kişidə ki, o məsələ, qadınlar onun üçün belə savaşa belə girir, amma nədənsə o ya sıxılıb da artıq bu durumda. Bəlkə əvvəllər ekosu xoşlanırdı bir şeydən, amma indi görmürəm. Hansı bir özəlliyiniz var ki, çox qəribədir qızlar, burada bir şey deyəcəm indi. Çox maraqlı şeylər göstərirlər. Burada bu kişi ya sizi çoxdan izləyir, ya dediyim kimi, ya işləyirsiniz, qonşusuz, nə bilim, hamınızda fərqli ola bilər. Bu adam nədənsə sizdən xəbəri var. Bu kişi ən çox nədən xoşlanıbdır ki, siz həyatınızın hansısa çətin anını belə, bilirsiniz necə, siz elə bil ki, yerin dibinə düşdünüz və qalxdınız. O nədənsə o bölümü görübdür, bilib. Bilmirəm, bəlkə keçmişinizdən xəbəri var. Əgər keçmişinizi görməyibsə, bəziləriniz ola bilər, çoxdan bir-birinizi tanımırsınız. O nədənsə bu şey çox onu cəlb edib ki, siz sınmadınız. Burada yaralarınızdan dolayı kimdənsə yardım istəmirdiniz, kimdənsə məni kimsə xoşbəxt etsin və yaxud da filan şey olsa mən xoşbəxt. Bax, burada siz sanki özünüzü çözüb və yenilənmişsiniz. Ya onun gözünün önündə kimsə yenilənib, ya da ki o hansısa bir istoriyanız, hansısa bir tarixçənizi də belə deyək eşidib və hal-hazırda sizə baxır, siz belə dünyaya açılmışsınız, rahatsınız, özgürsünüz, sıxılmırsınız, məsələn, keçmişinizdən utanmırsınız. Burada siz, o demək deyil ki, sizin belə bir tərbiyəsiz keçmişiniz olub. Çünki bəzən olur ki, xanımlar məsələn utanır keçmişini. Halbuki orada utanılacaq heç bir şey yoxdur, amma
görürəm ki, belə bir cürə utanır. Amma siz belə mesela maska taxıb gəzmirsiniz, demirsiniz ki, mən çox zəngin ailədədir, mən yalnız pul içində. Siz nə var eləsiniz. Tutağım ki, siz nə bilim çox belə bir dönemdə yaşamışsınız ki, yemək tapmırdınız, nə bilim küçədə qalmışsınız, nə bilim evsiz qal, amma siz bunu açıq-aşkar deyə bilərsiniz. Yəni gizlətmirsiniz. Deyə bilərsiniz ki, bəli, mən keçmişimdə və yaxud da məsələ toksik abuse bir münasibətdə olmusunuz, çıxmışsınız oradan və bundan çəkmirsiniz. Deyirsiniz ki, bəli, mənim keçmişlərim belə tipajdaydı, amma mən çıxdım, qırılmadım, dərsimi aldım, bax mənə bunu öyrətdi, mənim müəllimim. Bax, nədirsə sizdə bir gerçəklik var. Başa düşürsünüz? Gerçək, siz canlısınız, süni değilsiniz. Başa düşürsünüz? Nə demək istəyirəm? Burada ola bilər sizdə situasiya fərqlidir. Mən sadəcə misal olaraq atıram. Sizdə sünilik yoxdur. Bir maska yoxdur. Bir, necə deyim, mən yalnız brend giymişəm. Mesela olur kızlar, baxırsan ki, heç nə bilim 2 ildir iş tapıb işləyir. Mesela özündən elə danışır, elə bir ki, sizdə o yoxdur. Ola bilər, məsəl üçün, qızlar mesela kosmetologa gedir, siz deyə bilərsiniz ki, mən də istəyərəm, amma imkan durumum yoxdur. Nə varsa onu deyirsiniz. Ve burada çok çetin bir dönemden tek başına yenilenmişsiniz. Bəziləriniz də bu adamın gözünün önündə bu sizi belə çoxdan tanıyır. Ya da o nəsə eşidib və kənardan müşahidə edir və deyir ki, necə olur ki, belə bir həyat, yəni çətinlik yaşayan qadın bu cür nə yəni sınmadı, yani dürüst kaldı. Çünkü insanlar var ki çetinlikte daha da beter güne düşür. Özünü yitirir. O deyirləri pul insanı çirkləndirir, ama o insanda o varsa o pulla da çirklənir, çətin günündədir. Yəni o, yəni siz belə deyək, yolunuzu azmadınız. Dünyaya açıldınız. Və bəziləriniz ola bilər ki, çox gənc görünürsünüz. Bu da var. Burada mesela uşaq kimi görünə bilərsiniz. Bax, burada qız necə, burada neçə yaşı olar bu qızın, yəni belə enerjiniz elə ola bilər, həyata belə nəşəli baxa bilərsiniz, maraqlı baxa bilərsiniz. Hər zaman belə rəngarəng baxa bilərsiniz. Ola bilər ki, bu kişinin ətrafındakı, qoy baxın görüm, onun ətrafında, heyf ki o kartı götürdüm, ama neyse. Onun ətrafında olan o qadınlar, hansına ki o kinli qalıbdı, onlar necə olubdu? Burada özünə yaraşan olublar. Po spravedlivosti, yani. Adalet kartı çıxır. Yüngül tərzdə olublar qızlar. Yüngül dediyim, baxın, burada dərs olaraq veriliblər. Yəni, bu adama dərs olaraq gəlirdilər o qadınlar. Dərs. İrafant, yəni burada nə baş verirdisə, ya karmalarını ödəyirdi o qadınlar, mesela, nə bilim. Burada nədir? Gözəl ola bilərdilər, %100 bunu deyə bilərəm. Burada günəş çıxır. Burada məhəbbət olubdu aralarında, yalan deməyəcəm. Burada sevgi kartı çıxır. Amma sonuç belə olubdu. Simyorka Miçi, Biz hərə özünə görə, yəni hərə özünə bir şey çəkmək istəyirdi. Yəni sevgi olsa da hər şey qarşılıqlı olub. Bax, burada ədalət kartı çıxır, burada da qarşılıqlı sevgi. Hər şey qarşılıqlı olubdu. O onlardan nəsə qoparmaq istəyib, onlar da ondan. Yəni o söz var edir. Çivo dostoyin, yəni nəyə layiqsən, o da gəlir önünə.
Ola bilər, məsələn, görünən qadınlar olublar, gözəl olublar, baxımlı olublar, nə bilim, seçiliblər, nə bilim, hansısa bir, bəlkə tanınmış da ola bilərlər, bu da var. Hamımızdan ən fərqli kişi çıxa bilər. Amma sonuç burada maska, yəni burada hərə özünə nəsə axtarırdı, ondan istifadə eləmək istəyirdilər, o da yəqin egosunu şey eləyirdi ki, bəli, burada hərə öz havasını, malmısını çalıb oynayırdı. Bəli, burada ikili idilər, özü kimi. Yəni sonuç burada ümidsizliyə gətirirdilər. Bir Karol Pentakli ümidsiz qalırdı. Deyirdi ki, bu nə idi? Yəni burada illüziyaları ümidsiz qalırdı. Çünki bu adam nəsə xəyal eləyirdi, düşünürdü ki, məsələn, belə bir qızdır, ola bilər, bəlkə də tanınmış bir qızlar olar. Məsələn, nəsə umma bilərdi, bu da var. Məsələn, yanımda gedəcək, deyəcəklər ki, filan kəsdi bunun, belə bir şeylər də ola bilər. Burada biraz qatma qarışıq çıxır kartlar, amma sonuç onun xəyalları puç olurdu. Boşluq içində, bax, görürsünüz, kupaklar, yəni burada bardaqlardır da, yəni kupak, yəni neizbыточные надежды, illüziya, yəni gerçək olmayan illüziyalar, xəyalı puç olmuş, boşluq içində qalmış sonuç. Okey. Oy, qızlar gedək. Sonra nəyə baxaq? Tak, kızlar, yüzdeyim. Tak, o zaman sual verək. Siz onu niye rahatsız edirsiniz? Neden siz onu rahatsız edirsiniz? Mesele nedir? Niye rahatsız edirsiniz ki onu? Burada mesele nedir? Burada yine adalet kartı çıkır. Kızlar ne baş verirse niye rahatsız edir bu hanım onu? Burada kızlar bu imperator kimi çıkır bu kişi. Ama nedense sizin yanınızda imperator olabilmir. Çok garip bir şeydi. Burada büyük ihtimal jritsa olacak. Nedense çıkmır bu jritsa. Güçlü kadınsınız. Bak burada sizin enerjiniz, bak görürsünüz kadın burada şiri başında tutup da, yani güç kartı tarotta birçok kalodalarda sadece farklı şekillerdədir. Yani bu ne demekti? Şir ona tabi olup, sakitçe durupdu. Bu enerjinizdir sizin. Ve bu imperator sizin yanınızda gerçek olur. Bak hayatta belə birisidir. Mesela güçlüdür, ayakta durur, olabilir, yaş farkı var, hamımızda farklı olabilir. Ama gerçek versiyası budur. Bak egosudur, başa düşdünüz. Ben onu başta dedim, o mesela ne edirdisə egosunun, yani təsdiq axtarırdı. O onu bilmirdi. Bak siz ona gerçek versiyanı gösterdiniz. Ama onu başa düşmürdü bugüne kadar. O düşünürdü ki ben süper bir kişiyim. Ona göre böyle yaşayırım. Ama elə değil. Bəli, süper kişi ola bilər, nə bilim qazana bilər, ailə saxlaya bilər, nə bilim bütün ailəsini dolandıra bilər. Amma içində bax belə küçük, küsmüş, hansısa travmadan dolayı çox çətin travmatik, bax burada baş adətən 13, yəni bu olğunluq çağı keçirir oğlanlar, nə bilim neçə yaşlarında onlar başlayır, 11, 12, 13.
Bax, o yaşlarda o nəsə bir travma yaşayıb. Böyük bir travma, elə belə travma deyil. Və o travmadan dolayı o imperator olacağım deyib. Mən həyatda hər şeyə nail olacağım və sübut eləyəcəm ki, mən super kişiyəm. Başa düşürsünüz fərqi? Yəni biri var, insan kiməsə sübut üçün yaşamır. Amma yəni imperator ola bilər, bir çox şey sahibi ola, amma kiməsə nəysə sübut üçün etmir. Biri də var ki, mən edəcəm, mən böyüyəcəm və hər kəsə göstərəcəm ki, mən super bir kişiyəm. Hamınız mənə möhtac olacaqsınız. Hamınıza mən ayağımın altına gətirəcəm. Gələcəksiniz mənim önümə. Bax, belə bir travmatik bölümdən o imperator olub. Siz də onun gerçək versiyasını göstərdiniz. Bəlkə mən demirəm belə, bəlkə də heç bir şey demirsiniz. Sizin enerjiniz, bax burada enerjiden söhbət gedir. Siz ona nəsə aynalayırsınız. Burada enerji, baxın, bəzi insanlar bizi nəyə görə trigger eləyir? Ayna məsələləri. O insan gəlib bizə heç nə eləmir ki, yəni bilərəkdən gəlib bizə demir ki, sən pissən. Yox, trigger o deyil. Bəzən olur ki, məsələn, qonşudur, heç bir şey eləməyib, amma adamın zəhləsi gedir. Deyirsin ki, bilmirəm, xoşum gəlmir, görəndə əsəb keçirdirəm. Çünki orada nəsə bir ayna var, başa düşürsünüz, siz onu belə silkəliyirsiniz. Mənə biraz sizi göstərsinlər. Mənə elə gəlir ki, burada bir jarica çıxacaq ya, amma görəkdən. Ya, görək kim çıxır burada. Biraz sizin enerjinizi gördüm də, amma özünüz. Tak, uzun bir müddətdir. No, burada pəmbə eynəkləri parçalanan bir qadın mənə göstərirlər. O, imperatriça qızlar. Burada pəmbə eynəkləri parçalanmış artıq. Zamanında ola bilər sizdən istifadə edirdilər, başınızda otururdular. Siz özünüzü tanımırdınız, gücünüzü bu uzun illər öncə ola bilər. Burada çünki padişini uzun bir müddət siz elə bil ki, yuxuda yatırdınız. Həyatınızın kitabını yazırdınız əslində. Elə bilədən bu baş vermirdi. Bu sizin dərsiniz olub. Burada dərs kartı çıxır. Həyat dərsiniz olub. Ətrafınızda olan insanlar sizə zərbə vururdu. Başa düşürsünüz, burada qadın öndədir, arxada qoymusunuz onları. Ola bilər ki, tək bu kişi deyil. Ola bilər sizin keçmiş zamanında sizi bəyənməyənlər, nə bilim, sizə lağ olaraq baxanlar, sizi küçümsəyənlər, onlar artıq belə fəxrlə sizə baxa bilərlər. Bəli, bunu sizə maksimal dərəcəsində əlbəttə ki, bürüzə verməyəcəklər. Bu da normaldır, amma onlar sürəkli belə maraqla baxa bilərlər ki, görəsən, ən çox da ki, burada qadınlar göstərilir. Görəsən, yəni, görürsünüz necə maraqla baxırlar. Və bardaqları göyə qaldırırlar. İçdən, özləri istəmədən də deyirlər ki, wow, yəni, aferin. Burada nədirsə, böyük bir çətinlikdən çıxmış bir qadındır. Tək başına çıxmış bir qadındır. Və bununla da sizin bir gücünüz çıxdı ortaya. Bir gücünüz çıxdı ki, burada zvezdoçka, yəni burada ulduz kartı çıxır. Yəni burada insanlar sizinlə bağlı çox danışa bilərlər, sizdən fəxr edə bilərlər, burada sizə nədənsə çatmağa çalışarlar, sizi təkrar etməyə xoşlayarlar ətrafınızdan, bəlkə bilmirsiniz. Ola bilər saç rənginizi tutağım ki, getdi siz, məsələn,
mavi rəngə boyasaz, bir çoxları gedib boyayacaq. Və yaxud da nə bilim burada nə deyim, yəni yayda qış şuba geyinib çıxsaz, bir çoxları qaçıb geyinəcək. Bu qəribə bir şəkildə elə bir avtomatik baş verir. İnsanlar sanki təkrar edir, bax qəribə bir şəkildə. Burada özünü düzəltmiş qadındır. Özünü düzəltmiş, burada başarılı, hərəkətli, burada zamanında belə uşaq kimi yaşayırdınız pəmbə eynəklərlə. Amma indi burada çox hərəkətli bir qadındır. Deyə bilmərəm ki, yeyib yatan qadındır. Xeyr, qəti surətdə elə deyil. Burada bir yerdə durmursunuz. Burada özünüzü kəşf edirsiniz, işinizdə daha irəli gedirsiniz. Ölkə bəlkə gəzməyə xoşlayırsınız. Nədənsə irəlidə, bax, əgər hansısa işdə işləyirsinizsə, orada lider olmağı xoşlayırsınız. Yəni, məsəl üçün, tutağım ki, mən kosmetolog olmaq istəyirəmsə, mən ən yaxşı kosmetolog olacağam. Yəni, mənim adım tanınmalıdır. Və yaxud da mən həkim olacamsa, mən yalnız yaxşı həkim, tanınmış olacam. Mən elə belə hansısa gedib poliklinikada və yaxud da burada, yəni biz necə tanınmağı, ulduz kartı, yəni burada görünməyi, öndə gedən, hər şeyin önündə gedəcəm mən. Bu duruma gəlmək üçün siz burada çox zaman xərcləmişsiniz. Burada indi də, burada siz slajaruki deyirlər də, yəni əlinizi yanınıza qoyub yaşamırsınız. Burada sürəkli özünüzü bəsləmişsiniz. Bax, özünüzü, yaralarınızı, ağrılarınızı, travmalarınızı, bunları bəsləyərək, bax, burada qadın çiçəkləri bəsləyir bağçasında. Nəvazişlə və həyat sevginizi tapmışsınız. Burada siz sevgi dolusunuz, bax, içinizdə bir su var, canlısınız. Su nədir? Canlılıqdır. Və bu enerjidən söhbət ki, siz ağzınızı açıb danışmasaz, burada hiss edirlər, başa düşürsünüz, içi qurtlu olan insanlar və yaxud da məsəl üçün özünü yəni tanımayan, kəşf etməyən, yəni həyat axarında yaşayan insan sizinlə üz-üzə gələndə onun belə saçları belə dik duracaq, yəni özündən asılı deyil. Məsələn, deyə bilər ki, siz onu elə bir həyəcana basırsınız o adama. Onda onun ehtiyacı olan, bax, bu rahatlığa, yəni həyəcan knopkasını basırsınız. Burada axarlısınız. Ona görə də bu adamı trigger edirsiniz. O adam sizə nə demək istəyərdi? O adam nədənsə sizi xatırlayır. Burada xatirələri var o kişinin sizinlə bağlı. Ola bilər münasibətdə olmusunuz. Ola bilər olmamışsınız bəziləriniz. Burada nədirsə ciddiyə getməyib, burada başlayın. Ya münasibətdə olmusunuz, dağıldı hər şey, ya heç başlamadı, ya da ki burada nədirsə başlayın, yəni alınmayıb, dağıntı olubdu orada. O nədənsə xatırlayır və o demək istəyərdi ki, mən bütün şanslarımı kaybetdim. Mən elədim, yəni, mən dağıtdım. Burada maq ümidsiz şəklindədir, mən yarata bilmədim. Yəni, maq hər zaman həyatının memarıdır. Mən edə bilmədim, yəni, memar ola bilmədim bizim münasibətdə və yaxud da, məsəl üçün, xoşlanıb sizdən sadəcə belə içində saxlayıb. Edə bilmədim, çünki mənim bir sürü blokajlarım var. Sən mənə göstərdiyim o ağrıları mən çıxa bilmədim. Mən blokajımın içində blinu, yəni mən bir zindandayam.
içimdeki olan zindandayım deyir. Gözüm bağlıdır ve hara gedəcəyimi bilmirəm. Burada aranızda mesafe var. Ola bilər kızlar, burada bakın, sen benim önüme aniden çıktın. Birden çıktın. Ben özümü itirdim. Başa düşürsünüz. Burada Koroleva Pentakli. Birden çıktın. Bak böyle kılınç gibi. Burada çok farklı kadınsın. Onu demek istiyorum size. Sen çok farklı bir kadınsın. Onu da diyebilirim. Olabilir siz millet farklı da olabilir. Ya din farkı da olabilir burada. Farklısınız. Burada birçoklarınızda burada ya vatandaşlık farklı olabilir, ne bileyim ülke farklı, millet, bu da çok şey olabilir. Sen birden çıktın önüme, birden yani ve çok farklıydın diye ben korktum. Ben öz içimde olan o bronjiletті de elə bir görürsünüz, koruyur onu bu kılınçlar. Yani biz niye blokajdan çıkmırıq? Mesela bu kişi çıkmak istemiyor. Çünkü o bloklar onu koruyur. Yani bizim psihikamız, beynimiz bizi aslında korumaya çalışır. Yani rahatlık alanını terk eləmə. Onsuz da bilirsən, sonuç da alışmışsan da bu diye böyle diye hayat savaşı ile yaşamağa, ama gidersen orada her şey rahat olar. Onun da ssenarisini yaşam bilmirsən, orada rahatsız olarsan. Elə yaxşısı budur, otur bu kilidin içində. Yani rahatlıq alanı budur. Ona göre de birçokları çıkabilmir o bloktan. Burada kızlar, oy, iki tane kart çıktı, Kolesnitsa. Her defa gelmek istemişim ama alınmayıbdı. Məni, yani gelip sonra geri qayıdıb, gelip geri qayıdıbdı. Yaxınlaşıb bir de geri qayıdıbdı. No, burada mən çox istəyərəm ki, sən məni sevəsən. Niye? Hansı egonu sen burada da egonu, oy kızlar, burada da Korol Jezlov, Koroleva Jezlov'un içine karıştı. Yani ben korkuram ki siz birbirinize çok okşarsınız. Ya fiziksel olarak, ya xasiyyətcən, həyat baxışınız. Ama onun gerçek versiyası, siz ona onun gerçek versiyanı göstermişsiniz. Hardasa olabilir, bak Koroleva Jezlov mesela iti dilli o kadın olabilir, mesela sözünü diyebilir, mesela söyleyebilir hardasa. Yani böyle o kadın içinde saxlamır. Mesela bir şey hoşuna gelmiyor, mən belə istəmirəm, hoşuma gelmir, bu nədir? Mənə uygun değil bu şeyler. Aslında bu şey onda da var. Bak o sizde olanı özünde de görür. Ama özünde kabul edebilmir. Ve yaxud da mesela üçün eyni sizin tipajda olabilir. Yani burada özü kimi güçlü bir kadın görüp enerjiyle. Bak siz onda bir tarafta bloklarınızı aynalayırsınız. Bir tarafta da onun gücünü, ona göre o sizi unutabilmir. Başa düşürsünüz? Tamam. Böyle bir açılım oldu. Burada ya məsləhət kartı baxaq, ya da bu kişi niye çıktı ortaya. Yani bu kişi hakkında məlumat niye bilməliydiniz? Gəlin baxaq. Oy. Bu kişiyle bağlı size niye məlumat verildi? Yani bu xanım üçün önemli ne başa düşməli? Yani niye ortaya çıktı bu adam? Niye ona gösterdiniz? Bir hayri var mı onun? Bu kişiden bir hayır var mı? Kişiden malumat niye verildi? Bu nedir?
Niye verildi kızlar? Çünkü sen nedense bəziləriniz gerçek versiyanı görmürsən. Sen özünü tanımırsan, kartlar demək istəyir. Ya özünüzü çok belə değerlendirmirsiniz hardasa, ya hardasa belə hədsiz dərəcədə başa düşmürsünüz. Yani burada ya oturup özünüzü düşünürsünüz ki, yəqin mən o kadar da qəşəng deyiləm. Özünüzdə problem axtarırsınız həmişə. Burada da sizə niyə göstərdilər? Bəzilərinizə bəlkə də siz niyyət başa düşəcəksiniz söhbət kimdən gedir və deyə bilərsiniz ki, mən elə hiss edirdim, amma düşünürdüm ki, məsəl üçün mənim müdürümdür da, ola bilməz və ya. Yəni burada nədirsə, kartlar deyir ki, öz yüksəlişini başa düş artıq. Böyüdüyünü anla, yəni başa düş. Oturma qorxu içində, küçük bir evin içine girip hansısa bir divara söykənib durma. Burada özünüzü kəşfedirsiniz, amma hardasa burada dəyərinizi bilmirsiniz değil. Burada şüphə edirsiniz, ola bilməz, hardasa əşi yox, bu kadar da olmaz. Bax, nəsə bunu qaldırasınız artıq deyə verilibdir bu şey sizə. Bu məlumat. Əgər burada belə deyim də şüphəniz var idi, inanmırdınız, bəlkə dünən oturup düşünürdünüz, görəsən filan kəs həqiqətən məndən xoşlanır. Bəli, xoşlanır. Bu açılım məhz sizin üçün bir siqnaldır. Burada Korol Jezlov, burada Jezl yanır və burada inanılmaz dərəcəsində Koroleva Kubkov, yəni siz də o kişidən xoşlanırsınız böyük ihtimal. Amma burada ya inanmırsınız, ya düşünürsünüz ki, mənə elə gəlir, əşi yox, mən başımı doldururam, otururam. Yəni bu məlumat onun üçün. Tamam, məsləhət kartı da baxaq. Bu kişi ilə bağlı kartlar sizə nə məsləhət görür? Önemli. Burada sizin burada bir blokunuz var. Ciddi münasibətə qarşı. Kartlar onu deyir. Çünkü bilmirəm, ya burada qadın xatirələrlə oturubdu. Ola bilər evli olub ayrılmışsınız bəziləriniz, nə bilim, ola bilər ailə, uşaq vaxtı nəsə görmüşsünüz və demişsiniz ki, mən həyatım boyunca qələt eləyib ərə getmərəm. Misal olaraq da indi qızlar. Burada kartlar deyir ki, bu sadəcə sənin bir blokundur. Biz səni hazırlayırıq ciddi bir münasibətə, sənin xəbərin yoxdur. Nədənsə sizin üçün bir məsləhət kartıdır bu. Bəli, sən ümidsizsən, düşünürsən ki, ola bilməz, hardan olacaq bu şey. Amma burada sizi ulduz və günəş, ola bilər siz enerjiniz çox dəyişibdir. Burada gənc görünməyə çok genç, çok belə rahat dalğa, belə hərəkət etməyə başladınız, şanslarınıza doğru, arzularınızı gerçəkləşdirməyə və bu enerji sizi inanılmaz dərəcəsində bir canlılıq qatır. Ona görə də burada kartlar deyir ki, zaman gəldi, sana karşılıklı sevgi veriləcək. По справедливости Иерофант. Çünkü sen değiştin. Sen artık çok hissiyatın gücləndi. Həyata belə uşaq kimi baxmağa başladın. Burada bəlkə içindəki uşağınızı şeyləmişsiniz. Bəs əvvəllər necəydiniz? Çox maraqlıdır. Oy, Korolevəm, inanın ki ağlımdaydı ki bu 100% Korolevəm 2'ye çıxacaq. Çıxdı.
Əvvəllər soyuq qadınıydınız qızlar. Koroleva Miçey, qılınçlı, burada belə bir расчетливый. Ola bilər hamınızda indi tərəzi deyilən bir şey var da. İndi bəziləriniz gerçək deyirdiniz ki, bax o filan şey eləsə, onda o kişidir. Və yaxud da genəldə belə olurlar bu qadınlar. Nə bilim, filan işi olmalıdır, filan yerdə oxumalıdır, evi olmalıdır. Bunlar hardasa bəli lazımdır, amma bu biraz abartılıdır. Koroleva Miçey, yəni soyuq, hər şey belə ölçən, tarazlayan, tərəziyə qoyacaq, üst-üstə gələcək, gəlməyəcək, harda belə 1 qram əksik olsa, yo istəmirəm. Əvvəl çox soyuq idi. Ona görə də istədiyin verilmirdi. Olmurdu yəni. Özünə qarşı soyuq idin, özündən çox tələbkar idin, özündən hər şey tələb eləyirdin, hər şey ideal, mükəmməliyyətçi olmağı sevirdin. Ola bilər, məsələ deyə bilərdin ki, sevgi nədir, bunlara bax, aşıq oldu, ölkə dəyişdi, sevgilisindən ötürü başı xarabdır, insan bu cür həyatına yanaşmaz, amma indi elə deyilsiniz. İndi bax belə, bax sevgi dolu bir uşaq. Yəni sevgi saçırsınız, başa düşürsünüz. Oy, burada transformasiyanı keçmiş bir qadındır. Çünki əvvəllər çox kasıb bir ruhda yaşayırdı bu xanım. Kasıb idi, sevgi axtarırdı. Mənə sevgi verin, məni sevin. Axı niyə məni sevmədilər? Mənə filan hədiyyəni almadılar, demək ki, o məni sevmir. Filan şey olmadı, 100% sevmir. Çünki sevgi verəcək gücünüz yox idi. Yox idi, yəni boşluq idi. Burada sürəkli tələbkarlıq var idi. Sürəkli mazqavoy prosesdə, yəni beyinlə yaşayırdınız. Amma indi elə deyilsiniz. Ona görə də burada böyük bir transformasiya, yəni böyük bir değişimdən keçdiniz və həyatın gerçək nə olduğunu başa düşdünüz. Burada özünüzü dərk elədiniz. Başa düşdünüz ki, mən özümə qarşı yanlış edirdim. Nədən siz bu cür olduğunuzu başa düşdünüz. Hansısa travmalarınızdan, hansısa deyimlərdən, hansısa sizə aid, bax, Koroleva Miçey özünə aid olmayan versiyada yaşayır. Əslində onun da içində sevgi var, amma o bir belə strukturla baxır həyatında. Hər şey belə işdə də, karyera, evdə də belə o havanı gətirib salır o qadın. Çünki də orada travmatik bölümlər çox idi. Bəli, həyatınızın dərsini yaşayandan sonra siz çox dəyişdiniz. Belə qızlar, belə bir açılım oldu. Ona görə də sizə bu kişini verirlər. Burada irəlidə böyük ehtimal başqa kişilər də olacaq ki, sizə sadəcə bir siqnal olaraq verirlər ki, yəni səndə bir rahatlıq gəldi. Ona görə də səni sevmək istəyirlər, sən maraqlı gəlirsən insanlara. Yəni bu da normaldır. Sən dəyişdin, onu sizə göstərmək istəyirlər. Yəni o kişiyə baxanda başa düşməsiniz ki, mən necə dəyişdimsə, insanları da sadəcə varlığımla dəyişdirə bilirəm. Burada gücünüzü sizə sadəcə göstərmək istəyirlər. Belə qızlar, sud kartı. Belə, yəni özünüzə yaxşı baxın. Özünüzü sevin. Boğuldum qızlar, nəsə öskürməyə mən tutdu. Özünüzə yaxşı baxın, özünüzü sevin. Rahat olun, rahat dalğanızda yaşamağa davam edin, özünüzü kəşf edin. Mənə bir çox xanımlar yazır, deyir ki, mən qadın enerjimi necə açım, çox rahat şəkildə özünü kəşf elə. Sadəcə özünü kəşf elə. Yəni burada bir formula yoxdur ki, hər gün bunu etsən, qadın enerjini açar. Yox. Sənin özünə məxsus bir enerjin var. Hamınızın özünüzə məxsus. Sən özün olandan sonra öz potensial, yəni mən belə sevirəm.
Mən məsəl üçün, nə bilim, şalvar geyməyi çox sevirəm. Krasovka geyməyi sevirəm. Mən xoşlamıram yubka geyməyi, misal olaraq. Sən özünə addım atanda, iç dünyava, yəni istədiyini həyata keçirəndə, istədiyin işinlə məşğul olanda fərqi yoxdur. Kimsə bəyənə bilər, populyar olmaya bilər o iş, amma sən ondan canlanırsan, sən öz yuxularından qorxmayanda, sən o gerçək, magicsal, o içindəki o dünyanı qəbul edəndən sonra, özünlə bir bütöv olandan sonra, bax sənin də fərqli, özünə məxsus enerjin açılıb ortaya çıxacaq. Belə qızlar, gələn açılımlara dək.